Salam kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun, xoş gördüm hər birinizi yeni videomda. Bugün mən sizlərə çox dadlı, ləzzətli, ağızda dağılan paxlava resepti paylaşacağım. Gəlin heç vaxt ötürmədən başlayaq. 800 qram un götürmüşəm. İçərisinə 1 çay qaşığı dolu olmayan çay qaşığı maya əlavə edirəm. Şimdilik duz əlavə edirəm. 1 çay qaşığı şəkər tozu əlavə edirəm. 200 qram xama əlavə edirəm. 2 yumurta əlavə edirəm. Daha doğrusu bir yumurta ağı ilə birlikdə digər yumurtanın yalnız sarısını əlavə edirəm. Üzərindən 150 qram yağ əlavə edirəm. Otaq temperaturunda yumuşalmış yağ əlavə etməliyik. 200 qram südü öncədən isitmişəm. Qabın içərisinə əlavə edərək xəmir yoğururam. Yarısını əlavə edirəm. Ələ yapışmayan xəmir olmalıdır. Yaxşı olar ki, ərzaqlar otaq temperaturunda olsun. Qalan südü əlavə edirəm. Yaxşıca xəmir yoğururam. Xəmiri yoğurdum. Çox yumuşaq olmayan xəmir olmalıdır. Ələ yapışmayan xəmir olmalıdır. Sonra onu qeyd edim ki, 200 ml süd əlavə etdikdən sonra onun içərisinə 50 ml süd əlavə etdim. Bu onun tutumuna görə dəyişə bilər. 200 ml və yaxud da 250 ml əlavə edə bilərsiniz. Qoyuram kənarda yarım saat 40 dəqiqə dincəlsin. Şərbət hazırlayıram. Şərbəti hazırlamaq üçün 400 qram şəkər tozu götürmüşəm. İçərisinə 350 qram su əlavə edirəm. Qoyuram ocağın üzərinə qaynasın. Qaynadıqdan sonra içərisinə limon və yaxud da limon dozu əlavə etməliyik ki, şərbəti paxlavanın üzərinə əlavə etdikdən sonra bir neçə gün qalsa xarlamasın. Artıq şərbət qaynayır. 1-2 dəqiqə qaynadıram. İçərisinə limon duzu əlavə edirəm. İstəsəniz limon da əlavə edə bilərsiniz. Və altını bağlayıram. Turovkadan çıxan paxlavanın üzərinə biz soyuq şərbət əlavə etməliyik. Ona görə də öncədən şərbətimizi hazırlayıb kənara qoyuruq ki, şərbət soyusun. Şərbətimiz hazırdır. Keçirəm xəmirin kündələnməsinə. Xəmir artıq acıyıb, şişib. Dəzgahın üzərinə azacıq un əlavə edirəm. Xəmir də üzərinə əlavə edirəm və forma verərək kündələrə ayırıram. Kündələri necə ayırırıq? 2 böyük kündə götürürük. 200 qramlıq, qalanı isə 120 qramlıq kündələr götürürük. 200 qramlıq kündələri altı və üstü üçün istifadə edəcəyik. Qalanlarını isə içi üçün istifadə edəcəyik. Burada tərəzidə çəkib hazırlayıram. Gözə yar da edə bilərsiniz. Ancaq ən yaxşısı elə tərəzidə etməkdir ki, eyni boyda alınsın. Kündələyirəm, 15 dəqiqə gözlədirəm. Daha sonra yuxalara açıram. Çox gözlətməyə ehtiyac yoxdur. Onu da qeyd edim ki, mən burada 10 kündə etdim. Nəzik, çox nəzik yuxa istəsəniz 12 kündə də edə bilərsiniz. Yəni bu reseptlə. Kündəni soba listi boyunca açıram. 200 qramlıq kündədir. Açıram və öncədən yağladığım soba listinin içərisinə əlavə edirəm. Yerləşdirirəm. Kənardan çıxan hissələrini kəsirəm və öncədən əritdiyim kərə yağı ilə içərisini yağlayıram. Marqarindən də istifadə edə bilərsiniz. Yağlayıram, qoyuram kənarda qalsın və digər yuxanı açıram. Birinci qatın üzərindən ləpə əlavə etmirik. Etmirik ki, çıxartdığımız zaman hamar alınsın. İkinci yuxanı da açdım. Üzərinə ləpəni əlavə edirəm, yayıram, qoyuram kənarda. Digər 9 yuxanı da bu formada açıram. İçərisinə yağlamadan yuxanı əlavə edirəm, ləpəni əlavə edirəm. Sonuncu 2 yuxaya yenidən ləpə əlavə etmədən
nəzik yuxanı yaydım, yəni 9-cu yuxanı yaydım. Üzərindən yağlayıram. 10-cu yuxanı, yəni 200 qramlıq yuxanı da yayıram və bu sonuncu yuxadır. Yaxşıca üzərinə bastırıram. Daha sonra xəttkeş vasitəsilə kəsirəm. Sonuncu yuxanın arasında ləpə əlavə etmirik ki, nahamar olmasın. Xəttkeş vasitəsilə kəssəniz daha yaxşı olar gözəyarı kəsməkdənsə və bir yumurta, içərisinə süd və rəng əlavə etdim, qırmızı rəng. İstəyə görə rəng əlavə etməyə də bilərsiniz, tamamilə sizin seçiminizdir. Və öncədən qızdırdığım 160-170 dərəcəli sobada bişirirəm. Üzərinə belə qoz və yaxud da fındıq və yaxud da badam istəyə görə bəzəyə bilərsiniz. Mən içərisində qoz ləpəsindən istifadə etdiyim üçün üzərində qoz ləpəsindən istifadə etdim. Bu qoz paxlavasıdır və verirəm öncədən qızdırdığım sobaya. Yarı bişirirəm, yəni kənarları azacıq qızarana kimi bişirirəm, çıxarıram. Kəsirəm yenidən bıçaq vasitəsilə. İçərisinə yağ əlavə etmədiyim üçün hardasa 1 stəkana yaxın yağ əlavə edirəm. Stəkan ağzından 1 barmaq, 2 barmaq aşağı yağ əlavə edirik və yenidən veririk sobaya. Tam bişirib çıxarırıq. Üzəri qızana kimi bişirib çıxarırıq. Qeyd edim ki, sobanın alt gözünə bişiririk. Çıxartdıqdan sonra soyumuş şərbəti üzərinə əlavə edirik. Gözləyirik şərbət tam canına çəksin və servis edirik. Çox möhtəşəm, dadlı, qaldıqca dadlanan bir paxlava alınır. Bu qoz paxlavasıdır, möhtəşəm alındı. Gecə çəkilişi olduğu üçün bəlkə də görüntüsünü tam sizə çatdıra bilmirəm, ancaq çox dadlı, mükəmməl alındı. Bu resept möhtəşəmdir. Mütləq hazırlayın. Əgər bəyənsəniz kanalıma abunə olub like atmağı unutmayın. Hələlik deyirəm, inşallah gələn videolarda görüşərik.